Azərbaycanda restoran çoxdur, amma biz bəzən yaxşı restoran tapmağa çətinlik çəkirik. Biz bu günləri Közüstü restorandayıq. Buranı çəkib işıqlandırmağı özümə borc bildim. Çünki burada məkanın gözəlliyi, afisiantların yüksək səviyyədə xidməti, rəhbərliyin xoş ünsiyyəti, yeməklərinin dadı və ən əsası da sərfəli qiyməti diqqətimi çəkdi. Yanımda duran şəxs Közüstü restoranın rəhbəri Orman bəydir. Xoş gördük Orman bəy. Salam aleyküm, xoş gəlmişsiniz. Mən də sizi salamlayıram. Çox sağ olun. Orman bəy, bu restoran, Közüstü restoranı harada yerləşir və neçə vaxt fəaliyyətə başlamısınız? Közüstü restoranı Binəqədi rayon ərazisindədir. Avtovağzalın yaxınlığında, belə deyək, Biləcəri dairəsi deyirlər bura, 16 mərtəbənin üzbəyüz. Köhnə qədim Qəbələ restoranı olub bura. Bugün hal-hazırda yəni bizim ixtiyarımızdadır. Yeni açmışıq, yəni sırf özümüzə məxsus tamlarımız, yeməklərimiz yəni bizə məxsusdur. Közüstü restoran olaraq fəaliyyət göstəririk. İstər pub yeməkləri olsun, istər qazan yeməkləri olsun, təndir yeməkləri, yəni ocaq yeməkləri, puba aid hər bir şeydə, yəni pivələr, pivə məzələri, setlər, hər bir şeylə istər şəhərimizin sakinləri olsun, istər də şəhərimizin qonaqları üçün xidmətdəyik. Kimlər istəsə buyurub gələ bilər. Orman bəy, Bəli. Közüstü restoranda canlı musiqilər olacaqmı? Bəli, hal-hazırda nəzərdə tutmuşuq Közüstü restoranda canlı musiqilər olsun. Bizim restoranımızın belə deyək, mansar hissəsini pub eləmişik də, yəni teras hissəsi, ikinci mərtəbədir. Orada canlı musiqi 100% olacaq. Tanınmış ulduzlar mı olsun, Tanınmış müğənnilər gələcək. tanınmış müğənnilər Neçə də olacaq. nəfərlik yer idi ora? Hardasa 300 nəfərə yaxındır, Ay, maşallah. yəni geniş, yəni güclü səslənmə ilə, falan, monitor sistemi, hər bir şey var, yəni belə inşallah ki, canlı musiqi ilə, aşağıda inşallah ki, nəzərdə tutmuşuq restoranın əsas hissəsində tar, kamança, muğam yəni səhnəsi olacaq. Üstədəki puba aid pub yeməkləri, bizim setlər falan, yəni belə şeylər, həm də ki, canlı musiqidəki 100%. Möhtəşəm. Orman bəy, aldığımız məlumata görə Közüstü restoranı əvvəl qədim Qəbələ restoranı olub. Közüstü restoranında qədim Qəbələdən fərqli olaraq nələr olacaq? Bilirsiniz, hər restoranın, necə deyim, hər restoranın rəhbərliyinin özünə məxsus yeməkləri, tamları olur. Bəli. Yəni, rəqabətdir də indi restoranların hamısında. Bizim də özümüzə məxsus xüsusi yeməklərimiz var. Hardasa bir 45-50 çeşid qazan yeməklərimiz olacaq inşallah ki.